Ucuzlu amma keyfiyyətli telefon axtarırsınızsa diqqətiniz məndə olsun. Əvvəlcə bir abunə ol düyməsini klikləyin. Keçək günün məqsədinə. Mən Nurlan, hamınızı salamlayıram. Bu gün istifadəçi təcrübəmdən danışacağam və qarşınızda Redmi Note 14. Prosuz adı yoxdur, bunu özüm yapışdırmışam belə artistlik olsun deyə. Sadə Note seriyasıdır. Note seriyası Redmilərə çox rəğbət görən bir modeldir. Əsasən Pro seriyaları dəbdə olsa da sadə Note'lar da heç də pis deyil, heç də geri qalmır. 5 ilə yaxındır ki Note 8 Pro istifadə edirəm və telefon indidən rahat şəkildə işləyir. Redmi Note 14 uyğun qiymətə yaxşı sözünün haqqını verən bir smartfonu düşünürəm ki, qiymət, keyfiyyət və xarakteristika bir-birini tamamlayır. Təbii ki, bəyənmədiyim şeylər də var. Yəni niyə qoyublar sualını verəcəyim şeylər də var, onlardan danışacağam. Redmi Note 14-lərin NFC olmayan variantları da var. Hələ də satışdadır, lakin əlimdə olan bu smartfon NFC ilə təchiz olunub. Maksimum mən almışam 8 GB RAM və 256 GB daxili yaddaşa malikdir. Bu telefonun 6 GB RAM olan versiyaları da var. Nəsə o biraz zəif işləyir fikrimcə, ona görə 8 GB ən yaxşıdır. Android ən son yenilənmə Xiaomi HyperOS 2.0.205 versiyası yenilənibdir, yəni bu versiyaya qədər yenilənə bilir. Telefonun xarakteristikalarından danışmaq istəyirəm əvvəlcə. Elə displeydən danışaq. 6.67 inç 120 Hz tezliyə çata bilən bir AMOLED ekran yerləşdiriblər. Maksimum 1800 nit parlaqlığa qədər qalxa bilir. Açığı bu yaxşıdır. Amma ekranda 120 Hz-lik bir şey gördümmü desəm, yox, hiss eləmədim. Düzdür, axıntı yaxşıdır, amma 120 Hz, nə bilim, nəsə onu hiss eləmirəm. Özdə dediklərinə görə ekran rəng dəyəri fantastikadır. 100% DCI-P3 geniş rəng qamutuna malikdir. İndi bilmirəm fantastikadır yoxsa fantastikdir, onu bilmirəm. Ekran örtüyü isə bayaq dediyim kimi Corning Gorilla Glass 5 örtülü örtüb. AMOLED ekran yaxşıdır, gözəldir, qəşəng dolğun rənglər verir. Amma xarab olsa, vay vay. Yəni ekranları bahadır. Prosesor tərəfində isə telefona yoldaşlıq edən 6 nanometrlik arxitekturada 2 ədəd 2.2 GHz Cortex A76, 6 ədəd isə 2 GHz-lik Cortex A55 nüvələri təchiz olunub. MediaTek Helio G99 prosesorudur. Qrafik prosesor isə Mali G57 MC2-dir, yəni 2 nüvəli. Bluetooth 5.3 ilə təchiz edilib. Onun yanaşı təbii ki, bayaq dediyim kimi NFC, Wi-Fi və infrared portu. Xiaomi'lərdə ən çox sevdiyim nüans infrared portudur. Ona görə ki, telefonu demək olar ki, istənilən gadgetin pultu kimi istifadə edə bilərsiniz. İndiki zamanlar bilməz. O vaxtı Bluetooth zad yox idi. İkport var idi. İkport. İnfrared porta İkport deyirdi. Onunla fayl transfer etdiyimiz vaxtlar var idi. Təbii ki, indi 2 MB bir nə bilim 2 dəqiqədə köçürdü. Cavanlıq. Keçək kamera tərəfinə yeyim. Orada daha maraqlı suallar var. Kamera tərəfini açığı heç bəyənmirəm. 2 dənə 19-luq maşın təkərini xatırladan kamera qoyublar burada gördüyünüz kimi. Bu kameraların biri əsas kameradır, 108 megapiksel. İkisi isə 2 megapiksellikdir. Biri dərinlik kamerasıdır, biri də makro kameradır. Amma kameralar biraz ürək açan deyil məncə. Arxa kamera Full HD-də 60 FPS-ə qədər video çəkiliş edə bilir. Ön kameranı elə bir şkafda artıq qalan sensorlardan yığıblar. 20 megapiksellik 2.2 diaframda bir lens var. Sensor ölçüsü 1/4-dür. Açışı ön kameranın bu sensor ölçüsü ilə şəkil çəkə bilməsi belə inkişafdır. Yəni 1/4 nədir? Normal action kamerada 1/1.3-dür. Hələ bu büdcəli telefona qoşa səs gücləndirici ilə Dolby Atmos qoyublar. Dolby Atmos'u belə izah edeyim ki, səs gələn yerlərə görə dinamiklər işləyir. Nəmişliyə və suya qarşı IP54 qoruma sertifikasiyası da var. Saat sizə demirəm də, aparın, salın, vannanın içinə çıxardın. Batareya baxımından da çox əladır. 5500 mAh batareya ən aktiv istifadədə belə bir gün sizi rahat görər deyə düşünürəm. Şarj doldurma isə mükəmməl. O vaxtı iPhone-da fast şarj olmayanda iPhone-çular Xiaomi'lərə baxıb yüngülvari həsəd aparırdılar ki, kaş bizdə də belə bir fast şarj dolumu olardı. 33 wattlıq belə bir adapter başlığı gəlir turbo şarj ilə. Doğrudan da telefon əla şarj olur. Çünki özünün də belə bir USB kabeli var. Bir tərəfi Type-C, bir tərəfi USB. Qutudan çıxan da elə bunlardır.
Bir dənə də qutudan bunun qara plastik bir кейsi, kabrası çıxır. Amma da ki, tövsiyə edirəm ki, dəyişin. Telefonda nələri bəyənmədim? Telefonun üstündə əsas belə deyək, reklama yönəlmiş məsələləri deyim mən sizə. 108 megapiksel kamera, 5500 mAh akkumulyator, 33 wattlıq turbo şarj ilə, MediaTek Helio G99 Ultra, Corning Gorilla Glass 5, 120 Hz display, görməni qoruyan rejiminə və ekran altı barmaq izi sensoru. Qoruyucu plyonkadan üzlükdən istifadə etsəz, ekran altı barmaq izi sensoru yaxşı işləməyə bilər. Telefonda nələri bəyəndim, nələri bəyənmədim, qısaca onlardan danışım. Ekranı bəyəndim. Ölçülərini bəyəndim, ələ yatımlıdır, dizaynı bəyəndim. Prosesor sağ olsa 50-50-yə. Kamera isə mənim ürəyimcə olmadı həqiqətən. Kameranı sanki sırf kamera olsun deyə qoyublar. WhatsApp-la zəngili danışasan, ehtiyac oldu şəkil və yaxud video çəkə biləsən deyə. Bir sözlə, bu telefon büdcəli işlərinizi yaxşı şəkildə aşırmaq üçün yararlı ola biləcək bir seçim ola bilər. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkürlər. Növbəti videoda odda yanmaz, suda batmaz bir avadanlığımız olmalıdır. Qismət görək də. Hələlik videonu bəyənməyi və paylaşmağı unutmayın.